14-cü suala baxırıq. Burada bizə bir dənə mənbənin gərginliyinin V olduğunu verib və voltmetrin göstərişinin nə qədər olduğunu soruşur. Tutaq ki, bura A potensialı veririk. Onda burada A olur. Boş nadirdir. Burada A olur. Burada olsun B. Bura qədər B olacaq. Bura C yazmalıyam. Burada C olacaq. Burada D yazacaq. Bu halda dövrəmiz bu şəkildə olar. Burada iki kondensator artıcı bir dənəsi onlara paraleldir və bir kondensator da kənarda yerləşib. 15'in ümumi tutumunu tapaq. Artıcı birləşiblər 6. 6 ilə də 4 paralel birləşib. Toplayacaq, eləyəcək 10. Bunların ümumi tutumu bizə 10 S'dir. Bu da 10 S'dir. Ona görə də bunun da gərginliyi V/2 olacaq. Və həmçinin baxın, bunun da gərginliyi olacaq V/2. Bunların da gərginliklərinin cəmi V/2 olmalıdır. Və bunun tutumu az, bunun tutumu 1,5 dəfə çoxdur. Onda bunun gərginliyinə əgər x desəm, bununkinə 1,5 x deməliyəm. 1,5 x ilə x-in cəmi də bizə 0,5 v-ni verməlidir. Onda belə eləyir. 2,5 x bərabər 0,5 v. Buradan da x-i tapır. Bu da eləyir 0,2. Deməli, bu 0,2 v-dir. Bu isə 0,3 v-dir. Voltmetr bu ikisinə qoşulub. 0,2 v üstəgəl 0,5 v. İkisinin cəmi 0,2, 0,5. Bu da eləyir 0,7.